Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bildiğiniz kimi Allah ayının, mübarək Ramazan ayının 20-ci günün yaşayırıq. Allah'a həmd edirik ki, Allah bizə ömür verdi, sağlamlıq verdi, fürsət verdi, möhlət verdi. Mübarək Ramazan ayını bizlərə ruzi elədi. Artıq sürətlə keçir, 20-ci gününə yetişmişik. Allah bütün ibadətlərimizi bizlərdən İmam-ı Zaman ağanın ibadətləri ehtiramına ali dərəcədə bizdən qəbul eyləsin inşallah. Və günahlarımızı bağışlasın və əsas qalan bu 10 gecə, 10 gün ki qalıbdır, bu gecələrin və gündüzlərin, bayram gecəsinin və bayram gününün məğfirətindən, fəzlindən bizləri binəsib etməsin. Bildiğiniz kimi artıq birinci Qədir gecəsini biz keçirmişik, həmd olsun Allaha. Qarşıda gələn gecə ikinci Qədir gecəsidir. Ramazan ayının 21-ci gecəsidir bu gecə. İbadət gecələridir və Həzrəti Mövlanın zərbətlənən gecələri və şəhadət gecələridir. Matəm günləri və gecələridir. Bu hüzünlü günlər və gecələr münasibəti ilə Həzrəti Bəqiyyətillahil Əzəm İmam-ı Zaman Əcəlallahu Teala Fərəcəhu Şərifin məhzəri şərifinə və siz möhtərəm möminlərə təsliyyət və başsağlığı ərz edirəm. Allahdan istəyirəm ki, dünya və axirət bizi Əli, övladı Əlidən ayrı salmasın inşallah. Tarix yazır ki, bu günlər necə Mədinədə Allah Rəsulü rehlət eləmişdi. Mədinə qəmə, qüssiyə, matəmə qərq olmuşdu. Küfə şəhəri də bu günlər o cür idi. Qəmə, qüssiyə düçar olmuşdu. Yetimlər ağlayırdı. Bir çoxları yetim balalar, fəqirlər, miskinlər, bax bu gecələrdə bildilər ki, gecənin qaranlığında hər gecə onlara azuqə gətirən, çörək gətirən, xurma verən, üzü bağlı şəxs kimi idi. İbadət gecələridir bu gecələr. Həzrəti Mövla Allah Rəsulundan sonra ən gözəl ibadət eləyən insandır. Özü buyurur ki, Allahümmə la a'rifu ennə abdən ləkə min hâzihil ümməh abədəkə qabli qayrə nəbiyyik. Ey mənim Allahım, Peyğəmbərindən sonra bu ümmətdən heç bir adam tanımıram ki, məndən qabaq sənə ibadət eləsin. Həzrət bu sözü, bu cümləni 3 dəfə təkrar edib. Peyğəmbərdən sonra bu ümmətdən belə bir adam tanımıram ki, məndən qabaq sənə bəndəçilik eləsin, ibadət eləsin, namaz qılsın. Bax, belə Mövlanın sevənləriyik, şiyələriyik və belə bir Mövla məscidin mehrabında səcdədən baş qaldırarkən zərbətlənibdir. Bizlərə örnəkdir, bizlərə idealdır. Həzrəti Mövla buyurur ki, İnnə qavmən abadullahə rəğbətən fətilkə ibadətut tüccar. Nəhcül bəlağədədir. Həzrət ibadət eləyənləri 3 dəstəyə bölür. Allaha ibadət eləyənlər 3 dəstədən ibarətdirlər. Allaha 3 növ ibadət eləyirlər. Həzrət buyurur, İnnə qavmən abadullahə rəğbətən. Bir dəst insanlar var, Allahı behişdə görə, səvabə görə, mükafata görə, mükafata, behişdə rəğbət etdiklərinə görə ibadət eləyirlər. Fətilkə ibadətut tüccar. Bu cür ibadət tacirlərin ibadətidir. Allah bənzədib bu cür ibadət eləyənləri tacirlərə. Çünki tacirlər adətən mənfəət arxasındadılar.
həmişə xeyir güdərlər. Burada mənim nə qazancım var? Mən bu işi niyə eləyim? Burada mənim nə qədər gəlirim var? Nə qazanıram? Tacir həmişə bu cür düşünər. Həzrət buyurur, adamlar ki, beheş tamahına, savaba görə, mükafata görə sənə ibadət eləyirlər. Bunlar bənziyirlər tacirlərə, tacirlərin ibadətləridir. Və innə qavmən əbədullahə rəhbətən. Bir dəstə insanlar da Allahı cəhənnəm odunun qorxusundan, qorxduqları üçün ibadət eləyərlər. Allah'a ibadət eləyirlər. O yaxşıdır, eləsinlər. Amma cəhənnəmdən qorxduqları üçün ibadət eləyirlər. Oruç tuturlar, tutmasalar cəhənnəm odu bunları yandırar. Namaz qılırlar, qılmasalar cəhənnəmə gedəcəklər. Çünki Quran buyurur. Bütün ibadətləri cəhənnəmdən qorxduqları üçündür. Həzrət buyurur ki, fətilkə ibadətul abid. Bu qulların ibadətləridir. Bu qulların ibadətidir ki, qullar həmişə öz ağalarından, ərbablarından qorxarlar, iş görərlər. Qula ağası deyər ki, bu işi elə. Əgər eləməsə, cəza gözləyir onu. Bu cür olubdur. Həzrət də bənzədir qulların ibadətinə. Ki, bu qulların ibadətidir. Qorxularından edirlər. Və innə qavmən əbədullahə şükrən. Bir dəst insanlar da var ki, Allaha ibadət eləyirlər, Allaha təşəkkür etmək üçün, şükür etmək üçün. Təşəkkür hissi bunları ibadətə vadar eləyir. Bunlar Allaha səcdə eləyirlər. Allahın onlara sonsuz nemətlər verdiyi üçün. Həzrət buyurur ki, fətilkə ibadətul əhrar. Bu cür ibadət azad insanların ibadətidir. Azad insanlar bu cür ibadət eləyərlər. Həzrət münacatında, başqa bir yerdə münacatında buyurur. Buyurur ki, İlahi, ey mənim Allahım, ma əbəttukə tama'an fi cənnətik. Mən sənə cənnətə görə ibadət eləmirəm. Mən cənnət tamahına görə, cənnət neymətlərinə görə sənə ibadət etmədim. Və la xavfən minən narik. Və cəhənnəm oduvun qorxusundan sənə ibadət etmədim. Və lakin vəcəttukə əhlən lil-ibadə fəabəttukə. Ey mənim Allahım, mən səni ibadətə layiq görüb, sevərək ibadət elədim. Cənnətə görə yox, cəhənnəm qorxusuna görə yox. Mən səni ibadətə layiq gördüm. Mən səni ibadətə layiq tapdım. Elə bir Allahsan ki, cənnət olmasa da, cəhənnəm olmasa da gərək sən ibadət olunasan. Cənnət mükafat olaraq olmasa da, cəhənnəm cəza olaraq olmasa da, sən o qədər gözəl, mərhəmət sahibisən, bağışlayansan, nemət verənsən, xülasə ibadətə layiqsən. Mən buna xatir sənə ibadət etdim, sevərək. Bu artıq azadələrin ibadətidir. Çox yüksək səviyyədə ibadətdir. Bunu qardaşlar söz olaraq çoxu deyər, ha? Bir çoxlarının da ağzına düşübdür. Allahı sevmək lazımdır. Allahı sevərək ibadət. Bəli, düzdür. Bu Mövlanın sözüdür. Amma hər adam bu sözün iddiasını eləyə bilməz. Hər adam Allahı sevmir. Hər adam Allahı sevərək ibadət eləyə bilmir. Bunun yüksək dərəcəsi var. Bu məqam uca məqamdır. Hər adam oraya yetişə bilməz. O məqam Mövləl müvəhhidinin məqamıdır. O məqam Mövla-i Muttəqiyan, Əsədullahil Qalib, Məzhərul Əcagib, Əli ibn Əbi Talibin məqamıdır. Məsumların, ilahi övliyaların məqamıdır. Bəli, bir çoxları
cəhənnəm odunun qorxusundan bir çoxları da behiştin tamahına ibadət edirlər. Yaxşıdır bu da ibadət eləsin. Elə ki, Küfə məscidinin mehrabında Həzrətin mübarək başına bədbəxtlərin bədbəxti zərbə vurdu. Cəmaət yığışdılar Həzrəti Mövlanın kənarına. İstədilər Həzrəti qalxızalar, Həzrət sübh namazını qılsın. Həzrət Fatih-i Xeybər, zərbə o qədər ağır idi. Həzrət qalxa bilmədi. Həzrət özün arxıya çəkdi, diqqət edin. İşarə elədi İmam Həsən ağaya, əmr elədi ki, Həsən, keç qabağa. İmam Həsən Müstəbani piş namaz təyin elədi. Həsən, keç namazı qıl. Həzrət özü oturan yerdə elə bir haldadır ki, artıq işarə ilə namazı qılır. Bir halda ki, mübarək başının qanı tökülür mübarək simasına, mübarək saqqalına, mühasininə. Necə ki, Allah Rəsulü buyurmuşdu. Bu ayda sənin başının qanı ilə saqqallı boyayarlar. Həzrəti bir əbaya qoydular İmam Həsən ağa, İmam Hüseyin. Gətirirlər Küfədə evinə. Həzrət evinə yetişəndə baxdı üfüqə. Günəş tulu eləyən, günəş çıxan yerə baxdı. Gördü günəş yavaş-yavaş qalxır. Bir ah çəkdi Həzrət. Həzrət bir ah çəkdi, buyurdu ki, ey subh, sən şahid ol, fəqət indi əlini sən uzanan yerdə görürsən. Heç vaxt olmadı ki, günəş çıxa, əli uzanıb yata. Belə olmadı. Ümumiyyətlə, Əli və övladı Əli məsum imamlar və ilahi övliyalar onların ardıcılları bu vaxtlar yatmazlar. Sübh namazından sonra günəş çıxana qədər dua, münacat, razı niyaz. Ey günəş, sən indi birinci dəfə çıxırsan ki, əlini uzanmış halda görürsən. Ya Mövla, sən nə cür uzanmısan? Məgər özün ixtiyarən uzanmışdın. Sən halsı haldasan. Allah'ın verirəm öz izzəti kərəminə bu gecələrin məğfirətindən, fəzlindən bizləri binəsib etməsin.